Salam, bugün sizinlə Red Kalinkada 22-ci dərsə baxırıq. Урок 22. Kulturная жизнь. 22-ci dərs. Mədəniyyət həyatı. Новые слова. Так, новые слова, yeni sözlər. Spektakl, səhnəcik. Portier. Bu tamaşaçılar üçün oturacaq yerləridir. Portier. Amfiteatr. Portierin arxasında pillə-pillə qalxan, yüksələn oturacaq yerləri, sıralar. O da amfiteatr. Riyad sıra deməkdir. Qarderob geyinmə otağı, kassa xəzinə, skidka endrim, naliçniyə nağdı, seansdır, reklama elan, film ужасов, qorxulu film, научная фантастика, elmi fantastika, multfilm, çizgi filmi, spesieffekt, xüsusi effektlər. Очередь növbə, zaldır, süjet məzmun, ekran ekrandı, убийца qatil, преступление cinayət, веселый рок, тяжелый рок, üzr istəyirəm, ağır rock, stolitsa paytaxt, podgotovka hazırlıq, aktyor aktrisa kişi cinsində, qadın cinsində, aktyor deməkdir. Pevец oxuyan, pevitsa, bu da müğənni, qadın cinsində. Tansor, tansovşitsa, rəqqas, rəqqasə, zapıx, ətir, в следующий раз, növbəti dəfə, сегодняшний, bugünkü, вчерашний, dünənki, утренний, səhərki, вечерний, axşamki, народный, milli, sladkий, şirin, взрослый, böyüklər üçün, детский, uşaqlar üçün, известный, məşhur, свободный, azad, rahat, boş, настоящий, əsl olduğu kimi, zolotoy, qızıldan, zaranı, qabaqcadan, к счастью, xoşbəxtlikdən. Geçdik диалога. Диалог 1, birinci диалог. Скажите, пожалуйста, есть еще билеты на сегодняшний спектакль? Zəhmət olmasa deyin, bugünkü tamaşaya bilet var. Одну минуту, пожалуйста, сейчас я посмотрю. Bir dəqiqə zəhmət olmasa, mən indi baxıram. Билет в портьеру уже закончились, но еще есть билет в амфитеатр на последний ряд и на балкona. Deyir ki, partiyerə biletlər artıq bitibdir, amma amfiteatra son sıraya və eyvana bilet var. Хорошо, 3 билета на балкон, пожалуйста. Yaxşı, zəhmət olmasa eyvana 3 biletsə. Есть скидка для студентов. Bəs tələbələr üçün endirim var? Да, скидка для студентов 15%. Bəli, tələbələr üçün endirim 15%-dir. С вас 1000 рублей за 3 билета. 3 bilet üçün sizdən 1000 rubley. Можно заплатить картой. Bəs kartla ödəniş etmək olar. Можно заплатить картой или наличными. Kartla və nağd ödəmək olar. Вот, возьмите билеты, пожалуйста. Budur, alın biletləri, zəhmət olmasa. Так, диалог номер 2, 3, 4. Начнем. İkinci диалог. Скажите, пожалуйста, фильм «Акула-убийца» уже начался? Zəhmət olmasa deyin. Qatil Akula filmi artıq, köpək balığı filmi artıq başlayıb. Seans уже начался, но сейчас показывает реклама. Seans artıq başlayıb, amma hələ reklam göstərirlər. У вас еще есть время? У вас еще есть время, nəqli cümlə. Sizin hələ vaxtınız var. 2 билета, пожалуйста. 2 bilet zəhmət olmasa. Один взрослый и один детский. Bir böyük üçün, bir kiçik üçün. Детский, но это фильм ужасов. Uşaq üçün, amma bu qorxu filmidir. Ой, я не подумала об этом. Ой, mən bu haqda düşünməmişdim. А какие мультфильмы у вас есть? Sizdə hansı çizgi filmlər var? Через 15 минут начнется мультфильм «Золотая рыбка». 15 dəqiqə sonra Qızıl balıq çizgi film başlayacaq. Хорошо, дайте, пожалуйста, 2 билета на 8 ряд и 1 сладкий попкорn. Zəhmət olmasa 8-ci sıraya 2 bilet və 1 şirin popcorn verin. Диалог номер 3.
Üçüncü diyalog. Kristina, что ты думаешь о фильме? Kristina, sən film haqqında nə düşünürsən? Он тебе понравился? O sən xoşuna gəldi? Мне очень понравились актеры. Aktyorlar mənə çox xoşuma gəldi. Эта молодая актриса играла просто замечательно. Bu cavan aktrisa çox güzel rol oynuyordu. Мне кажется, что я уже видел эту актрису раньше. Mənə elə gəlir ki, mən bu aktrisanı əvvəllər görmüşəm. Если я не ошибаюсь, раньше она была певицей. Əgər səhv etmirəmsə, əvvəllər o müğənni idi. Она pela в группе и играла на гитаре. O qrupda oxuyurdu və gitarada ifa edirdi. Обычно мне нравится научная фантастика. Adətən elmi fantastika mənə xoşuma gəlir. Но война между людьми и роботами на Lunie это уже слишком. Amma insanlar və robotlar arasında ayda müharibə bu artıq həddən artıq oldu. Это реклама перед фильмом və bütün bu film qabağı reklamlar. Я думала, она никогда не закончится. Mən düşündüm ki, o heç bitməyəcək. В следующий раз выберем детектив или триллер. Gələn növbəti dəfə detektiv yaxud triller seçərik. Ой, нет, я не люблю смотреть фильмы об убийцах и преступлениях. Ой, yox, mən sevmirəm cinayət və qatillər haqqında filmlərə baxmağı. Потом я плохо сплю, sonra mən pis yatıram. Давай посмотрим комедию в следующий раз. Gələn növbəti dəfə komediya filminə baxaq. Мне нравится комедия. Mən xoşuma gəlir komediyalar. Хорошо, я куплю нам билеты заранее. У меня есть скидка. Yaxşı, mən qabaqcadan bilet alacağım. Mənim endirimim var. Диалог номер 4. Дима, как давно мы не были в teatре? Дима, çoxdandır ki biz teatrda olmamışıq. Başlayıb эти выходные. Bu bazar günü gedək. Мне не очень нравится театр. Театр mənə çox da xoşuma gəlmir. Ты знаешь, в эту субботу одна известная группа дает концерт в нашем городе. Sən bilirsən, bir tanınmış qrupa bu şənbə günü bizim şəhərimizdə konsert verəcək. Давай посмотрим, сколько стоят билеты. Gəl baxaq görək biletlər neçədir. Давай, gəl. А как называется эта группа? Bu qrup necə adlanır? Мне очень нравится русская народная музыка. Mən çox xoşuma gəlir rus musiqisi. Эта группа называется тяжелый рок. Bu qrupa ağır rock adlanır. Это вовсе не русская народная музыка. Но я уверен, что тебе понравится. Bu heç də Rus milli musiqisi deyil, amma mən bilirəm ki, sənin xoşuna gələcək. Keçdik выходные в столице. İstirahət günləri paytaxtda. Что вы любите делать в свободное время? Boş vaxtlarınızda nə etməyi sevirsiniz? Lежать на диване и смотреть телевизор. Divanda uzanıb televizor izləməyi. Надеюсь, что нет. Düşünürəm ki, xeyr. В Москве есть столько театров, кинотеатров, концертов и музеев, что sидеть дома это просто преступление. Moskvada o qədər teatrlar, kinoteatrlar, konsertlər, muzeylər var ki, evdə oturmaq bu sadəcə cinayətdir. Я хочу рассказать вам, что я обычно делаю в выходные в столице. Mən sizə danışmaq istəyirəm ki, adətən istirahət günləri paytaxtda nə edirəm. Главное это подготовка, əsas bu hazırlıqdır. Я всегда ищу недорогие спектакли и концерты заранее. Mən həmişə qabaqcadan baha olmayan səhnələr, konsertlər axtarıram. И в этом мне помогает мой друг интернет. Və bu işdə mənə mənim dostum internet kömək eləyir. В интернете я всегда нахожу билеты со скидкой, бесплатные концерты и выставки. İnternetdə mən həmişə endirimli biletlər, pulsuz konsertlər və sərgilər tapıram. Зимой я часто вхожу в театр, а летом я предпочитаю концерт на свежем воздухе. Qışda mən adətən teatra gedirəm, yayda isə təmiz havada konsertlərə üstünlük verirəm. К счастью, моя девушка разделяет мои интересы. Xoşbəxtliklə mən qızım da mənim dünya görüşümü bölüşür.
mənim maraqlarım bölüşür. Она тоже интересуется культурой, музыкой и театром. O da mədəniyyətlə, musiqi ilə, teatrla maraqlanır. Когда мы идем в театр, мы всегда одеваемся красиво. Teatra gedəndə biz həmişə gözəl geyinirik. Это старая театральная традиция. Bu köhnə театр ənənəsidir. Сначала мы получаем билет в кассе, а потом оставляем пальто в гардеробе. Əvvəlcə kassadan bilet alırıq, sonra paltolarımızı qarderoba qoyuruq. Обычно мы берем место в амфитеатре. Adətən amfiteatrda bilet alırıq, yer götürürük. Больше всего мы любим классический спектакль, балеты и оперы. Ən çox biz klassik tamaşaları, baletləri, operaları sevirik. У нас уже есть любимые актеры, танцор, pevsi, muzikanты. Bizim artıq sevimli aktyorlarımız, rəqqaslarımız, müğənnilərimiz və musiqiçilərimiz var. İnaqda müdarim imtsveti posla konserta. Hərdən biz onlara konsertdən sonra gül veririk. Еще один способ хорошо провести время – это кино. Vaxtını yaxşı, səmərəli keçirməyin başqa bir yolu da kinodur. Выходные мы часто ходим в кинотеатр по утрам. İstirahət günləri çox vaxtı səhərlər kinoteatra gedirik. Обычно утренние сеансы гораздо дешевле, чем вечерние. Adətən səhər seansları axşam seanslarından dəfələrlə çox bahadır. Кассе нет очередь. Так. Дешевле, ucuzdur, ucuzdur. В зале всегда есть наш любимое место. В кассе нет очереди, kassada növbə yoxdur. В зале всегда есть наш любимое место. Zalda isə həmişə bizim sevimli yerlərimiz var. Как правило, мы выбираем комедии или научную фантастику. Bir qayda olaraq biz həmişə komediya, gülməli filmlər yaxud elm fantastika seçirik. Особенно нам нравятся фильмы со спецэффектами. Xüsusən də bizim xoşumuza gəlir filmlər, xüsusi effektli filmlər. Перед сеансом мы всегда покупаем попкорн и напитки. Filmdən qabaq biz həmişə popcorn və içki alırıq. Запах popcorna и большой экран, вот это настоящее кино. Popcornun isi, qoxusu və böyük ekran, bax bu əsl kinodur.